Salam əziz, dəyərli izləyicilər. Bugün sizə əkizlər bürcünü təqdim edirəm əzizlərim. Əzizlərim, bax, əziz əkizlər. Çalışın bu həftə fikirlərinizi yox, yönünüzü dəyişin. Çox şeylərdən uzaq olacaqsınız. Zehniniz biraz məşğul ola bilər, iç səsinizi bastırır, həyat sizi biraz yavaş getməyə və gerçəkdən duymağa çağırır həyat sizi. Yaradıcılığınız çox yüksək ola biləcək. Bəziləriniz sənətinizlə, bəziləriniz bəlkə də övladınızla musiqi ilə məşğul olacaq, musiqi ilə yüksələ bilər. Göz önündə olacaqsınız hər zaman. Yəni şanslı ola bilərsiniz. Sevgi yolları keçirsiniz. Dəstək olanlar ola biləcək. Yeni tanışlıqlarınız var. Qarşındakı insanları tanıyaraq artıq çoxunu tanıyaraq dostluğa, sevgiyə dönəcəksiniz. Evlilik qərarı bəziləriniz ala bilərsiniz. Yeniliklərə addım atırsınız. İşsiz olan, yəni bəlkə də sivilər vermişsiniz, harasa yəni tanıdığınız insanlardan xəbər gözləyirsiniz. Bir xəbər ola bilər sizə. İşləyirsinizsə iş yerində yüksəlişiniz, şanslı olacaqsınız. Bəziləriniz yuxusuzluqlar, yuxularınızı qata bilərsiniz. Tez-tez bu həftə gerçək yuxular görə bilərsiniz. Şans, yəni gerçək yuxuları sizə gerçək olduğunu bildirə bilər mesajlar. Təhsillə bacarıqlı olacaqsınız, diqqət çəkəcəksiniz, anlaşa bilmədiklərinizi, yəni anlaşa bilmədiyin insanlarla o ortamdan çıxacaqsınız. Ailə içində bir-birinizlə fikir ayrılıqları, mübahisədən uzaq olun, çalışın bu həftə. Hər kəsi olduğu kimi qəbul edin, parlayacaqsınız, istədiyinizi gerçəkləşdirə biləcəksiniz. Burada da qonşuyla aranızda bəzi incəlik ola bilər və ya qonşunuzun çox özünə inatkar olan biridir, bəlkə də dedikodu etdiyini eşidə bilərsiniz. Hər kəs sizi kimi eyni pəncərədən baxmaya bilər əzizlərim. Yükünüz varsa da yükünüzü atırsınız, sağlığınızla məşğul olacaqsınız. Bəzi insanlara da məsafə qoyacaqsınız. Yüksəlirsiniz. Ağlında olan bir fikir həyata keçirə bilmədiyin, cəsarət edə bilmədiyin fikir həyata keçirmək üçün hazır ola biləcəksiniz. Dostluqda, sevgidə, empatik vuraraq gücün yüksəlir. Qarşındakını da gerçəkdən anlamaq, dinləmək qiymətli olacaq sizlər üçün. Bir dost sirrini sizə aça bilər. Çalışın bu həftə az danışıb, hiss edərək, az göstərib, çox səs çıxarar. Çünki gözünüzü, göy üzü inanın ki sizə, yəni bəzi insanlardan düzdür, gözünüz qorxmuş, amma göy üzü sizə deyir ki, gerçək bağlantı kəlmələrin sustuğu yerdə başlanır. Sosial bacarığınızla irəliyə doğru gedirsiniz. 15-də bir anlaşmamazlıqlar, qarma-qarışıq ola bilər. Səhnə sizin ola biləcək çoxunuzun. Sevgi həyatına diqqət çəkici fikirlərinizlə diqqət çəkə biləcəksiniz. Bax, yeni başlanğıclar bəziləriniz 27-sindən olacaq. Yəni gözəl çıxdığına görə rəqəm dedim. Gözəl yeni başlanğıclar edə bilərsiniz. Biraz 20-sinə qədər səbr edin, tələsməyin. Hər şeydə tələsik qərarlar verməyin. Kritik, yəni bəzi məsələlər ola bilər. 15-i 17-si arasında bəzi ciddi məsələlər yarana bilər və ya bəzi qovuşmalar ola bilər, küsənlər də barışa bilər, anidən gələn bir fikir də ola bilər sizlər üçün. Yavaş-yavaş özünüzü fərq edəcəksiniz. Bəziniz, bax, mayın 20-sindən etibarən bəzinizin doğum gününüzlə birlikdə işığınız artacaq. Səhnə sizin ola biləcək, lakin artıq bu səhnə sadəcə başqalarına bir şey anlatmaq üçün deyil, özünüzü duymaq üçün olacaq. 19-u 21-i də bəzi gerçəklənən məsələləriniz irəliyə doğru aparacaqsınız. Sosial çevrənə 23-dən sonra sosial çevrənə gözəl addımlar atacaqsınız. Şanslı günləriniz çərşənbə günü ola bilər. Şanslı daşınız, bax, agik və incidir. Onu talisman kimi alıb əlinizə, dua oxuyaraq onu gəzdirə bilərsiniz. Çox düşərli daşdır sizə. Bir də çalışın evinizdə yasəmən yağını, yasəmən gülünü də qoya bilərsiniz. Yasəmən yağını evlərin küncünə səpin, çünki uğurlu bir qoxular deyirlərdir sizlər üçün əzizlərim. Ailənizdə qoç, şir, tərəzi, dolça varsa da aranızda yəni olumlu bəzi məsələlər ola biləcək. Bir-birinizdən yol tapa biləcəksiniz. Ağıllısınız, mərhəmətlisiniz, dəyişkənsiniz çox.
Çox hərəkətli olacaqsınız. Çevrəndə hərəkət çox ola biləcək. İnadlaşmalar da. Bunlar keçib gedə biləcək. Ayın 12-sindən aydınlaşma, ani gəlişmələr, qırğınlıqları geri qoyursunuz. Yeni başlanğıclar ola biləcək. İş həyatınızda iş həyatınızla əlaqəli önəmli bir tamamlanma ayın 12-si ola bilər, əzizlərim. İşdə və ya evinizdə problemlər varsa da çözüm tapa biləcəksiniz. Çünki yükünüzdən azalırsınız, yükünüzü azaldırsınız, əzizim. Ehmal etdiyin sağlığınıza biraz diqqət edin. Ağzınızdan çıxan kəlmələrə bu həftə fikir verin. Bir də ağzınızdan çıxan biləcək bilgilər ki var. Siz o ağzınızdan çıxararaq o bilgilər problem yarada bilərsiniz. Hər kəsə hər şeyi paylaşmayın. Yavaş-yavaş rahatlıq ola biləcək, özünüzü göstərəcəksiniz. Yəni interaktiv olaraq yeni fikirlərinizlə indiyə qədər edə bilmədiklərinizi edə biləcəksiniz. Bəzinizdə də 12-sində biraz beyniniz qarma-qarışıq ola bilər. İş məsələlərinə biraz şübhələnə bilərsiniz bəzi durumlarla birlikdə. İş etdiyiniz insanlara da biraz şübhə edə bilərsiniz, güvənsizliklər ola bilər. Daha hansı insanlar mənim üçün daha da yararlı olduğunu, iş etdiyin insanlarla potensialları nə qədər, mənə nə qədər verimli ola bilər, onu beyninizdə keçirəcəksiniz. Biraz düşüncələrinizə hakim olun. Açıq sözlü insanları, yəni siz çox açıq sözlü insansınız. Bilirsiniz ki, bəzi ətrafınızdakı insanlar açıq sözlü insanı sevməzlər. Yəni bəzi insanlar sevər kimi göstərərlər sizə, amma siz çox vaxt yaxşı tərəflərini söylərsiniz. Yəni olumsuz bir şey söyləyən zaman onların cavablarla qarşılaşarsınız. Yəni onu dəqiq arta bilirsiniz. Ətrafınızda bəzi insanlar var. Ona görə də o yüzden 26'sından sonra əzizim rəqəm çıxdı. Sözlərinizə çox diqqət edin. Amma ayın axırı bəzinizə çox gözəl gələ biləcək. Bəzilərinizin beyni qarma-qarışıq. Üzərinizə gələ bilərlər. Hər şeyə diqqət edin. Dualardan uzaq olmayın. Dualara bağlanın. Sıxıntını ata bilmədiyiniz sıxıntılar, uşaqlıq illərində keçirdiyiniz streslər, sizi stresə salan bəzi şeylər, bəzi yüklər də var. Ata bilməmisiniz. Bəzi işlərə başınız qarışıq ola biləcək. Çox yoruldunuz. Xəstə birinə baxıb üzülə bilərsiniz. Gözəl xəbərlər, aydınlıqlar ola biləcək. Bu may ayının axırına kimi əzizim. Birini gözləyirsiniz. Çox istədiyin biriləri gələ bilər. Bir şeyləri planlayacaqsınız. Maddiyyatla söhbətləriniz ola biləcək. Evlisinizsə əgər, həyat yoldaşın tərəfindən biraz narazıçılıqlar ola bilər sizə qarşı. Hər kəs bir ağız danışır. Sevinç göz yaşınız ola bilər. Həyatınızda dəstəkləyən çevrəndən bir dönəm içində ola bilərsiniz. Birlikdəlik birinlə edəcəksiniz. Sevinciniz ola biləcək. Sizin böyüməyiniz sizin bir sınaq. Yəni olgunlaşmağın üçün də qorxma. Testlərdən keçəcəksiniz, keçməlisiniz də. Sizi əngəlləyən zehnivin həbsxanası da əzizim. Yəni zehninizdə yaradılan məsələlər necə, nə cür olar, nə tər olar, mən bunu eləyəsəm necə olar? Yəni özünüzə güvənməlisiniz. Yəni özünüzə bax əngəl edə bilərsiniz. Birilərinin sizə etirafı ola biləcək. Uzman olan birilərindən bilgilər alacaqsınız. Sizə yardım ola bilər. Onun sayəsində böyüyə bilərsiniz. Gözəl qapılar açıla bilər. Bax nişana, toya, ad günü, harasa bir qeyd edilən bir yerə dəvət oluna biləcəksiniz. Bax o dəvət olunan yerdə birilərlə tanış ola bilərsiniz. Bütün planlarınızı dəyişə bilərsiniz. Bir səyahəti düşünürsünüz. O səyahəti çalışın sonraya qoymayın. Bir yola çıxırsınız. Gözəl bir yolunuz ola biləcək. Həyatınızı bu yol dəyişə bilər. Həyata baxışınız hətta dəyişə bilər. Bir xəbər sizi sinirləndirə bilər. Çalışın çox sinirlənməyin, öfkəli olmayın, hakim olun öz öfkənizə.
Öz-özünə bəzi düzəninizi dəyişmək istəyəcəksiniz. Yəni özünüz üçün öz düzəninizi dəyişmək istəyəcəksiniz. Hər şeyin altından qalxa biləcəksiniz. Canınızı sıxan, ağrıdan insanlar, ürəyinizdə yara salan insanlar olmuşdu. Amma artıq canınız ağrımır, artıq çox şeyə boş verirsiniz. Həyatınızda keçib gedənləri qəbul edirsiniz. Amma zərərli insanları ətrafınızdan kənar eləyirsiniz. Artıq sizə köməyi değməyən, sizi yoranı. Yəni beyninizdə o qədər suallar var, sual verirsiniz. Artıq onları ətrafınızdan uzaq edərək, xeyri olan birisini də yoxlayaraq, yəni araşdıraraq həyatınıza qəbul edə biləcəksiniz. Həyat yoldaşınız varsa da və ya sevdiyiniz, nişanlınız varsa da, onun ailəsi tərəfi biraz aranızda sizi bəlkə də bəyənməyə bilər, bəlkə də bəzi intriqalar, ailəvi məsələlər də danışıla bilər. Yəni haqsızlıq çox oldu, qərarsızsınız biraz. Çalışın, qərarlı olun, başarılı olarsınız qərarlı olduqca. Oturduğunuz, qaldığınız yerdə rahat deyilsiniz. Siz orada sizi məmnun olmayan bir yerdə qala bilmirsiniz, getmək istəyəcəksiniz. Rəsmi yerdən sizə gözəl bir xəbər gələrək sevinəcəksiniz. Bəziniz uzaq yola, xaricə getmək, dəvət də oluna bilərsiniz, təklif də oluna bilər sizə. Həyat yolun yavaş-yavaş gedə-gedə yaradıcılığınız yüksək ola biləcək. Beyninizdəki olan fikirlər var. Qarşındakını dinləmək biraz da qarşı tərəfə xoş gələ bilər, sizi də dərindən qiymətləndirəcək. Hər kəsə yetişməkdən çox yoruldunuz. Artıq susaraq, yəni artıq danışmaq istəməyəcəksiniz, susaraq anlaşmaq istəyəcəksiniz. Biraz da bu aralar tək qalmaq istəyəcəksiniz. Bəzi şeyləri fərq edəcəksiniz. Yəni məni nə çox yorur, bax onu axtaracaqsınız. Yəni axtarmaq deyil, yalnız sualları soruşmamış vəziyyətdə özünüzdə bir cavab tapacaqsınız. Artıq ətrafınızda çox yoldaş, dost saxlamırsınız. Çox insanı ələkdən keçirdiniz. Bəzilərinizdə elə bir, demirəm qonaqsevər deyilsiniz. Qonaqseversiniz, amma çoxluğu sevmirsiniz. Gəliş-gedişi çox sevmirsiniz. Rahatlığı sevirsiniz. Sakitçiliyi sevirsiniz, əzizlərim. Öz rahatlığınıza düşkünsünüz bəziləriniz. Bir də ki, bəziləriniz alışqanlıqlardan, bəlkə də övladınız da siqaret mi çəkir, araq mı içir, o sizi narahat edir. Biraz onun alışqanlığını, yəni geridə qoymağını istəyirsiniz. Ailədən biriləri də əkizlər bürcündəndir. İnşallah ki, o özü anlayaraq, öz sağlığını ziyan verdiyini bilərək, o sağlığına qovuşmaq üçün o pis alışqanlıqları geridə qoyacaq inşallah. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.